Nəysə, gördünüz nətər əl işi düzəltdim mən. Fitri istedad var da, müəllimin tarix müəllimdə yaxşı sözü var. Ən rahat iş kiməsə məsləhət verməkdir. Amma durub bu məsləhəti özün yerinə yetirməyə gələndə ən çətin iş olur. Sağ olun, görüşürüz. Təşəkkürlər. Hə, ona görə mən də ən asan şey elədim. Qaldı indi ona əməl eləmək. Məsləhət verirəm, özüm niyə əməl eləmirəm falan. Nəysə, bu vlogdur, həyat məsləhəti, motivation videosu deyil. Ona görə siz videoya like atın, kanala abunə olun. Keçək digər kadra. Getdik. Deməli, bura Xəyal Vadisi adlanan bir yerdir. Belə burada pərvazaları çoxdur. Yəni, çox. Orada da var. Əməli başı var da yəni. Deməli, belə babalar, burada dəvə var deyir, orada əl var deyir. Başqa şeylər oxşadırlar buralarda deyir. Orada Napoleonun şlyapası var deyir. Orada da bir də kərtənkələ var. Orada Karagöz və Hacivat var. Nəysə babalar, o esası mən psikologum. Bəli, mən 3-5 də şəkil çəkim burada. Siz video like atın, kanala abunə olun, davam edək, görək nə verir bayağı. Belə, əli bacalar. Deməli, sizdə ekskluziv görüntülər. Hər kəs oradan elə dırmaşır. Bura çox az adam dırmaşır. Oradan gəldik bura. Qardaşımla bir yerdə. Baxın, belə dağ. Hə, yox, Aysan Allah. Deməli, indi biz buradan... Kərtənkələyə bax. Bu kərtənkələ belə başqa canlıdır bu. Kərtənkələdir. Bəli, demək qardaşımla çıxdıq ora, arxadan gəldik. İnsanlar normalda fırlandığı yerə qayıtdıq. Buradan da insanların görücüyü, orada bizim avtobusdur. Gedək qayıdırıq. Və deməli belə, sizə qiymətləri göstərəcəm. Məncə 2 il əvvəlki vlogda göstərmişdim qiymətləri falan. Oradan baxıb inflyasiyanın nə dərəcədə çox və ya nə qədər dərəcədə az olduğunu yoxlaya bilərsiniz. Deməli belə, Qızıl qazozlar 66 TL, 6 dənəlisi, Sibirnoria limonlu qazoz 62, normal 82. Basma, al kırdım, al. Neyse, burada qazozlar var, meyvə suları falan var. Bunlar var, xoşbeşlər var. Bunların qiymətləri məncə eyni qalıb. Və ya qalxmış da ola bilər. Məncə qalxmayasın, hə. Çünki 2 il əvvəl 1 manat 20 TL idi, indi 27 TL idi. Getdik Red Bull'lara baxmağa. Bildiyiniz kimi bizim bura gəlmək səbəbimiz Red Bull Monster'dır. Yəni o vaxt gələndə həddən artıq ucuz idi. Yəni su əvəzinə Red Bull içirdik. Bütün gecə Red Bull falan içirdik. Əməli başda. Çünki qiymətləri çox ucuz olur. İndi isə qəşəng hələ sütlaç falan almağı düşünürəm mən. O vaxtları qardaşım almışdı, mən almamışdım. Qaragil almaq istədim. Qaragilələr 50 TL almaq olar. Ondan sonra azmaz dondurub yaxınlaşdıra bilərsiniz. Bunlar abur-cuburlardır. Red Bull'ları da sizə göstərəcəm indi. Bunlar lazımsız şeylərdir, cipslər falan. Burada bəzi atışdırmaqlar yenə. Monster'a qutardı. 80 TL. Böyük Red Bull 120 TL. Bazı Red Bull'lar 70 TL. 70 TL. 70 TL. Burada bu qədər şeylər var. Belə. Kola, Fanta qiymətlərini də sizə göstərək. 65 TL'yə 2 litr yarımlıq kola. 3 litri var idi qaqa o vaxtlar. Bu deyək, 2 litr yarım. 3 litri var idi, ana 3 litrik. Var idi. Videoda məncə göstərmişəm, 100% göstərmişəm. 3 litri kola var idi. Deyirəm ki, var idi. Nöqtə. Belə, makitlər belədir, babalar. Belə, siz videoya like atın, biz ödəniş eləyək, keçək görək, nə veririk, baş. Bəli, artıq taktiya tapmışam. Deməli, mənim telefonum iPhone 11 Pro Max-da hal-hazırki dövrdə. Və deməli 4K 60 FPS eləyəndə işıqlar çox pis olur. Göstərəcəm indi, baxın. Qaranlıq olur 4K 60 FPS-də.
Lap çox qaranlıqlaşır. 4K 30 FPS-ə qoyuram ki, mənə geçib görəsiniz. Nəysə, axşam yeməyini yedim. Hal-hazırda çöldəyim, gəzişirəm. İdman elədim, basenə getdim. Mümkün olsa sabahları mümkün olsa sizə çəkəcəm onları. Fitnesi, baseni falan filan otel vlogu eləməyə çalışacağım. O şəkildə inşallah bir şeylər planlayıram. Sabahlarda inşallah səhər tezdən durmaq lazımdır. Çünki getməliyik uçan şarara. İnşallah telefon düşməz. Yəni bu videonu izləyirsə məncə telefon düşməyib. Nəysə, videoya like atın, kanala abunə olun. Mən gedim yatım. Sabah saat 3-də falan durmalıyıq. Çünki saat 4-də burada yığışıb saat 5-ə falan ora çatmalıyıq ki, gün doğumunda falan şairar qalxdığı moment biz onları izləyə bilək. İzləyə bilək nədən, minə bilək. Başa düşdünüz də məncə. Çox yavaş danışıram, siz də yormayın. Getdik o birisi kadra. Məncə səhər görüşəcəyik. Getdik. Salam, mən sizə hər vaxtınız xeyir. Gününüz uğurlu olsun. Niyə belə deyirəm? Saat 4-dür burada. Mənim günüm indi başlayır. Bəli. Otel otaqlarının yanındaydıq. İndi çıxdım oradan. Yəni çıxdıq. Burada insanlar da var. Neyse, saat 4'dür. 4'e kalıp 1-2 dakika falan da yani. Önümde Red Bull. İstiyorum ki yuxum qaçsın. Yuxumun qancı mən də qaçım. Gedirik peri bazalar tərəfdə uçmağa. O balonlar falan var, şəriklər ora. Bəli, belənçə inşallah gedəcəyik. Siz videolar kanala abunə olun inşallah. Hər şey yaxşı olacaq. Qalan həll olunar. Getdik. Yuxulayım yenə. Avtobuslar ən qədər ayda yenə 60 FPS-dən çəkirəm. Bəli, gördüyünüz kimi avtobuslar var nə qədər. Burada Musa var. Niyə belə tuturam bilmirəm. Gedək görək nə verir bay. Yuxumu qaçırtmır. Qaçırtmır yuxumu. Dayda yuxum gəlir. Amma geçəydi dadı. Yeri anlamaya çalışıyorum. Çavuşin. Yok. Çavuşin'den hiç kalmadı. Yok, buralara zaten safariye ben çıkmadım. Ben hayatımda hiç safari yapmadım. Yani safariye katılmadım. Safari buralarda gitti. Ben ya şeyden kalmışımdır, göremeden ya aşk. Gördüğünüz kimi balonu şişirirlər. Bu mənəm. Musa Əsədli. Bakın. Anlatmaya gerek yok. Görüyorsunuz. Tərazat düzəldirlər oradan. Buradan romorkla gətiriblər məncə onu. Nəysə də şişir. Gördüğünüz kimi şişir. Yandırır, yandırır, öyle yandırır, yandırır. Agabet tostu. Deməli bu bizimkidir. Bu başkasıdır, o başkasıdır. Orada lap başkası da var. Orada lap başkası var. Orada başkası var. Buradan biz gedirik minməyə. Mən başqa şeylər var deyim momentdə bunları mindirməyə başladılar. Fış eləyirlər. Qaz içməsə gəlir. Puf puf. Puf puf. Puf puf. Deməli
Bizden de tez duran insanlar var. Gördüğünüz gibi. Orada da insanlar var. Gördüğünüz gibi. Burada yangın var. Döney ne verir baş. Böyle hal-hazırda qalxacaq. İnşallah. İnşallah. Orada bir de. Elveda insanlar. Elveda insanlar. Görüşürüz inşallah. Bəp. Qalxdıq. Uydu. Göremedim ki. Mən bundan sonra özümü çəkməyəcəm. Bundan sonra özümü çəkməyi məntiqsiz olar məncə. Baxın mənzərəyə, siz də ləzzət alın. Bilmirəm kameradan nə dərəcədə mümkündür bu hissi almaq. Sizə kesin dəfə dediyim şey temasıdır bunlar. Bunlar yavaş-yavaş su falan yağış yağdıqca, külək olduqca falan filan belə şey edildikcə bunlar da pəri bazaları kimi belə tək qalmağa başlayacaq. O şəkildə şeylər yaranmağa başlayacaq beləliklə. Orada insanlar var, qalxırlar. Belə İşıqlandı deyər, 60 FPS çəkəcəm. Gördüyünüz kimi orada dünən getdiyimiz yerdir, barmağımdan oradakı dağlar. Beləliklə keçək bir yerdir. Sizə belə göstərək, qalxanlar var. Orada qalxanlar var, arkada var, indi sizə onları göstərəcəm. Orada da qalxanlar var. Azmaz deyəsən aşağı düşür. Sel sular falan edeyim ben. Yok kopun değilsin. Orada bizi kamera çəkir, mən də kameranı kameraya çəkir. Orada gün çıxır. Bir neçə il qabaq dənizdə mən öz əlimlə speed video, sürətli video falan çəkmişdim dənizdə. Həmin video yardıma düşdü. Vıj. Burada insanlar var. Salam insanlar. Bakın indi nə edəcəyəm. Give me your hand. Mademoiselle. Ver abi. Give me your hand. Bizler Bəli. İşləri başlayacağız işlər. Give me your hand dedim. Orada oba mən bir dənə əlim verəlim verdi. Thank you so much my friend. Burada belə insanlar var. Çox yaxın kəsirik. Hamur diyor kardeşim. Hamırdı bu, bu hamırdı. Yox o. Hamur da oynuyorsun. Bunlar heç bir hamır deyil, Türk şeylərdir. Ya Türklərin cəhdiyi şeylər deyəsən, ya da Almanların cəhdiyi. Aa yok çoğunun şeyler. Bak olur abi bunlar. Bunlar şey değil. Ben seni böyle yıldırır. O keşen yıldırılmış onu da bak olur. Orada Prado'da ya, Prado'ya yapışıyor. Alacak sana bunlar. O ne zor da ya bu ha. Goodbye. Aha yıkılacak indi bu. Deməli gün çıxdı. Odaklanmır dibinə qalmış kamera. Odaklanmır yenədən. Bu alim şəkil çəkir. Kamera çəkmədən biz də videomuzu çəkək. 700 metrdə deyəndə məncə 600 olar. Qoy baxaq. Ay yok hayır kalkırıq. 400 də olar. 400 karışma. 17 metreden sonra kalktı. Hə, onda 800 olar. Evet, 400. Mesafe ne kadar?
Anlaşıldı. Takipte kal. Bəli, ağac almışıq nə qədər. Belə. Elə yaxınıq. Nəsə olacaq indi. Baba hem Kaçırmayın ha. Az daha, az daha. Biraz daha. Kal öyle abi. Hoppa. Kaçırma. Soğudu hocam, soğudu. Orada abi gitme ya. Gitme. Geri gelecek. Geri gelecek. Batır işi. Giden gitmiş, kalan Kalmıştı. kalmıştır. Position. This is not landing. This is parking. Ama eli bu. Bayağılar demək bize öğretiblər ki. Çünkü gerek kalmadı. Direkt park ettik. İyi. Deməli biz elə oturmalıydı əslində falan filan. Amma eləmədik. Çünki bilmirəm, parking elədik birbaşa deyəsən. Falan filan beşməkan. Bax. Neyse, like. Abone. Neyse.